Mübariz İbrahimov, Azerbaycan'ın iki doğmalarının tarihe yazdığı simasıdır. Mübariz İbrahimov bizim için tarihte kanıyla, canıyla, imanıyla, torpağına öz sevgisini ərmağan edilmiş oğlanlar simasındandır. Mübariz İbrahimov bizim bugünkü gün Ulu Önder'in siyasetinin tecessümüdür. Deyərdim ki, Oğuz elinin Dədə Qorqudu var idi, hansı ki onun xeyir duası ilə hər zaman onun eli öne gedər və hər zaman qalib ülke olur, qalib torpaq olaraq, qalib el olaraq dünyada, tarixdə hər zaman öz yerini saxladığı kimi bizim də Ulu Önder'in siyaseti və bugünkü gün ordumuza, dövlətimizə, xalqına olan sevgisini bax bugünkü gün mübariz kimi oğlanların simasında ona gösterdiği desteği özü iştirak edə bilməsə də illər sonra da onun tarixdə gözəl siyaset öz əksini tapır. Zaman gələcək, İlham Əliyev siyasetinden əsrlər sonra da danışılacaq. Çünkü bugünkü gün gənclərə verilen destek, ordumuza verilen diqqət, qayğı, eləcə də ordumuzun bugünkü gün silahına, təchizatına xüsusi diqqət yetirirlər və əskərlərimizin peşəkar olaraq sevgi ilə, torpağına, canıyla, qanıyla bağlı olmasını bax Mübariz İbrahimovların simasında dünyaya bəyan edilmişik. Mən fəxr edirəm ki, Azərbaycanlıyıq. Mən fəxr edirəm ki, biz Azərbaycanlı olaraq Mübariz İbrahimoğullarının ayaq bastığı torpaqdan. Teşekkür ederim. Nur içindeyiz. Nur içindeyiz.